Gəlin maraqlı bir test toplusuna baxaq. 8-ci sualı. Verilən nümunə üzərində rəqəm yazılan hansı sözlər sintaktik əlaqənin yalnız asılı tərəfidir? Fikir verən cümləyə. Bu gün Bakıya gələn turistlər bu şəhərin qeyri-adi gözəlliyindən heyranlıqla danışırdılar. Gəlin bax təhlil eləyək. Nə edirdilər? Danışırdılar. Kim? Turistlər. Hansı turistlər? Bu gün Bakıya gələn. Nədən danışırdılar? Bu şəhərin qeyri-adi gözəlliyindən. Necə, nə cür, nə tərzə danışırdılar? Heyranlıqla. Hansı şəhərin? Bu şəhərin. Deməli, dəyərli dostlar, bilirik ki, sintaktik əlaqələr tabiilik əlaqəsi və ya tabiiçilik əlaqəsi kimi qruplaşdırılır. Tabiilik əlaqəsində deyəndə idarə, uzlaşma və yanaşma əlaqəsindən söz salacaq biz. Və bilirik ki, bu tipli əlaqələr həm cümlə üzvləri arasında, həm də söz birləşmələri arasında mövcud olurlar. Ona görə diqqətli olmalıyıq. Turistlər mübtəda mövqeyində çıxış edibsə, mübtəda həmişə əsas tərəf olur. Ona görə bir olan cavablarımızı çıxacaq. Bir də deyir ki, yalnız aslı tərəfdir. Xəbər də bilirik ki, həm aslıdır, həm əsasdır. Ona görə 5-i də çıxırıq. 4-ə baxaq. Deməli, gəlin baxaq, şəhərin gözəlliyi. Deməli, şəhərin gözəlliyi. 3-cü növ təyin söz birləşmələri arasında bilirik ki, həm idarə, həm uzlaşma əlaqəsi olacaq. İdarə əlaqəsi olanda birinci tərəf asılı, ikinci tərəf isə əsas tərəf. Oxla göstərdim, zaten başa düşəcəksiniz. Əgər uzlaşma əlaqəsindən söz edirsə, bilirik ki, uzlaşma əlaqəsində isə ikinci tərəf asılı tərəf, birinci tərəf əsas tərəf olacaqdır uzlaşmada. Ona görə biz nağaraq bizə deyir ki, yalnız asılı tərəf. Yəni, üçüncü söz yerinə görə, idarə uzlaşma olduğuna görə, yerinə görə həm asılı da ola bilər, həm əsas da ola bilər. 4 də həmçinin idarə uzlaşmaya görə həm əsas da ola bilər, həm asılı tərəf də ola bilər. Ona görə 3-dən 4 olan cavabı da çıxıram. Qalır yalnızca 2. Niyə? Çünki bilirik ki, yanaşma əlaqəsində birinci növ təyin söz birləşmələrində yanaşma əlaqəsində ümumiyyətcə birinci tərəf olur nə? Asılı tərəf kimi çıxış eləyir. Və burada da bu şəhər birinci növ təyin söz birləşməsi olduğu üçün ancaq asılı tərəfdir. Və həmçinin də cümlə üzvləri arasında təyin aid olduğu üzvlə təyin olunan arasında deməli, təyin yenə də asılı tərəf kimi çıxış edəcəkdir. Ona görə cavabımız nədir? İkinci variant olacaqdır.